Bir valideynin 4 vəzifəsi var Sevinç xanım. Biraz kənara çıxsa da bunu deyim. Birinci vəzifəsi budur ki, valideyn övladlarının zəruri ehtiyaclarını ödəməlidir. Baxın, arzularını, istəklərini demirəm. Siz anasınız, övladların arzuları, istəkləri bitməz. Atanın, ananın övladların arzularını, istəklərini yerinə yetirmək kimi bir vəzifəsi yoxdur. Bunu övladlar da bilməsi lazımdır. Atam mənim üçün hər şey etməlidir. Yox belə bir şey. Yoxdur elə şey. Bəli. Anam mənim xidmətçim olmalıdır. Yox belə bir şey. Amma anan və atan sənin zəruri ehtiyaclarını ödəməlidir. Bax, Hansıdır zəruri ehtiyac? Zəruri bax, geyimdir, yaşamadır, qarnını doyurmaqdır, mədəsini doyurmaqdır, qorumaqdır. İkinci nədir? Baxın, zərərdən qorumaq zəruri ehtiyacdır. Bir valideyn övladını zərərdən qoruyursa, yəni zərərli fikirlərdən, əxlaqsızlıqdan, narkomaniyadan, içkidən, qumardan, insanı insanlıqdan çıxaran bu yanlış işlər nə varsa onların hamısını